Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu videoda mən sizə təsbih test kitabından əmr cümlələrinin izahını verəcəm. Birinci testə baxırıq. Bilirik ki, ümumiyyətlə əmr cümləsi adətən ikinci şəxsə aid olur və bu zaman feilin B infinitiv formasından cümlə başlayır. İnkarda isə don't istifadə olunur. Başqa şəxslərə, birinci və üçüncü şəxsə də biz əmr eləyə bilərik. O zaman da let quruluşundan istifadə olunacaq. İndi bütün bunlara gəlin baxaq. Məsələn, A variantı doğrudur. Don't let her burada əmr cümləsi verilibdir üçüncü şəxsə. İnkarı da don't let formasında düzəlib. Ona görə A variantı doğrudur. Keçmiş zaman istifadə eləməyəcəyik. Dediyim kimi inkar don't-la düzələcək, sadəcə not-la yox. Not hissəciyi ümumiyyətlə inkar yaratmaq üçün hansısa bir köməkçi feilə əlavə olunmalıdır. D variantı da doğru deyil. Və do, let, not da olmaz. Əlbəttə ki, not do-ya əlavə edilməlidir. İkinci testə baxırıq. Yenə də doğru cavab A variantı olacaq. B infinitivlə cümlə başlayıbdır və cümləni yumuşatmaq üçün please istifadə olunubdur. B variantında yanlış olan nədir? Notun yeri doğru deyil. Bilirsiniz ki, inkarlıq düzəltmək üçün not do-ya birləşməli idi. C variantında don't ardıca feil gəlməli idi. D variantında do not yenə də feil yoxdur burada. Yəni yeri düzgün deyil. Don't köməkçi feil, sonra əsas feil gəlməlidir ardıca və E variantında da yenə eyni qaydada sadəcə quruluş doğru deyil. Üçüncü testə baxırıq. Cavabımız C variantı olacaq. Düzgün əmr cümləsidir. A variantında yanlış olan nədir? Take this jacket, packet Jane yox. Take this packet apar. Kimə apar? To Jane olmalıydı. Ona görə A variantı yanlışdır. Don't take olmalıydı B variantında. Feil köməkçi feilin yanında işlənməlidir. Yenə D variantında eyni səhvdir. Do not ardıca feil gəlməliydi. Və E variantında not yenə də do-nun düzgün yanında deyil. Köməkçi feilin yanında deyil. Dördüncü testlə davam edəcəyik. B variantı doğru cavabdır. Let us. Və bilirsiniz ki, let olan cümlədə to-lu infinitiv istifadə olunmur. A və D variantı buna görə yanlışdır. E variantında isə yenə də let us to have verilibdir, yanlışdır. Beşinci testdə cavab D variantıdır. Don't be late for the party. Bu doğrudur. Not be late olmaz. Not köməkçi feilə bitişməlidir ki, inkarlıq əmələ gəlsin. C variantında don't to be late yox, don't be late əmr cümləsi B infinitiv olur, to infinitiv olmur. Eləcə də E variantında eyni səhv var. Altıncı testdə isə doğru cavab D variantıdır. Wait here until they come. Onlar gələnə kimi burada gözlə. Əmr cümləsi B infinitiv şəklində olur. To-lu infinitiv olmur, ing şəkilçisi qəbul eləmir, zaman şəkilçisi qəbul eləmir və yaxud da inkarda to-lu infinitiv olmur. Don't wait olsaydı düzgün olardı. Yedinci testə baxırıq. B variantı doğru cavab olacaq. A variantında səhv olan nədir? Don't ardıca feil birinci formada gəlməlidir. Hang olmalıydı. Feil yanlışdır burada. C-də don't ardıca feil gəlməliydi. D variantında yenə də feil burada birinci formada verilməyibdir. Feilin birinci forması lazımdır bizə. Və E variantında da yenə eyni səhvdir orada. Feil düzgün formada verilməyibdir. 8-ci testə baxacağıq. E variantı doğru cavab olar. Lay qoymaq feilidir. Özündən sonra tamamlıq gəlibdir və bir də and help. Lay the book and help. And ilə bağlanan iki dənə əmr formasında verilən feil var burada. A variantında yanlış olan nədir? Burada uzanmaq. Lay uzanmaq feili verilibdir. Bu əlbəttə ki, yanlışdır. Özündən sonra tamamlıq gəlməzdi. B variantında not yox, don't olardı. C variantında don't lay aside the book and to help olmazdı. Əlbəttə ki, D-də də don't ardıca feil gəlməliydi. 9-cu testə baxsaq, cavab E variantı doğrudur. A variantında yanlış olan odur ki, not leave yox, dedik əmr cümləsinin inkar forması don't-la düzələcək. Don't left olmaz, don't leave olar. Don't-dan sonra feil birinci formada gəlməlidir. Eləcə də ing gəlməyəcək və eləcə də buradakı lay uzanmaq və yaxud da yerləşmək feili də özündən sonra tamamlıq almaz. 10-cu testdə isə C variantı doğru cavab olacaq. A variantında yanlış odur ki, make somebody to işlənməz. B variantında yanlış odur ki, not yox, don't olmalıydı əmr cümləsində. D variantında yenə make him
To infinitiv olmaz burada. E variantı isə ümumiyyətlə əmr cümləsi deyil. Made him help you. Buradakı made cümlənin xəbəridir. Yəni nəqli cümlədir, əmr cümləsi deyil. 11-ci testdə cavab E variantıdır. Eldar müraciət bildirən sözdür. Don't do əmr cümləsidir, inkarda verilibdir. A variantında does olmaz. Bilirsiniz ki, əmr cümləsində feil birinci formada, B infinitiv formasında olmalıdır. B-də does var, ona görə yanlışdır. C variantında does somebody harm. Burada nəqli cümlədir, əmr cümləsi deyil. D variantında don't anybody olmaz. Don't, do not. Buradakı do köməkçi feildir. Ardıca əsas feil gəlməlidir. Do harm feilin özüdür. İnkarda don't do harm olacaq. Yəni D-də feilin özü yoxdur. Sadəcə köməkçi feil verilibdir deyə bu yanlışdır. 12-ci testə baxırıq. Cavabımız C variantı doğru cavabdır. Yenə də müraciət bildirən sözdür. B infinitiv gəlibdir və ikinci şəxsə müraciət edir deyə yourself verilibdir. A variantında əmr cümləsində feil S qəbul eləməz. B variantı əmr cümləsi deyil. Aynur doesn't make her bed herself. Nəqli cümlədir, inkarda verilmiş. D variantında make her bed olmaz. İkinci şəxsə müraciət edirsə də sənin çarpayın olar, onun yox. Və E variantında da yenə həm makes S qəbul edib, zaman şəkilsi qəbul edibdir, həm də ki her verilibdir, ona görə yanlışdır. 13-cü testdə doğru cavab A variantıdır. Müraciət bildirən söz Tomdur. Ardıca da don't be late əmr cümləsidir, inkarda. Əmr cümləsində doesn't olmaz, isn't olmaz. Tom, don't late. Okay, əmr cümləsidir, amma feil yoxdur. Feil be late feilidir. Be feili orada olmalıdır. D-də yoxdur. Yəni don't burada köməkçi feildir. Köməkçi feildən sonra əsas feil yoxdur. Eləcə də E variantı da həmçinin. 14-cü testdə cavab B variantı olacaq. A variantında feil S qəbul edibdir. C-də doesn't olmaz, don't olardı. D əmr cümləsi deyil, nəqli cümlədir. E variantında yenə də feil S qəbul edibdir deyə yanlışdır. 15-ci testdə cavab C variantıdır. A variantında yanlış doesn'tdır. Əmr cümləsi don't-la başlayır. B variantında feil S qəbul edibdir. D variantında not köməkçi feilə əlavə olmalıdır, amma əlavə olunmayıbdır, yəni don't olmalıdır. E variantında isə yenə də feil S qəbul edibdir. Əmr cümləsində olan feil B infinitiv şəklində, yəni çılpaq şəkildə birinci formada istifadə olunmalıdır. 16-cı testə baxırıq. Doğru cavabımız B variantıdır. A variantında doesn't olduğuna görə, C-də drinks sonunda S olduğuna görə, D-də feilin sonunda S olduğuna görə, E-də isə drank formasında olduğuna görə səhvdir. 17-ci testdə cavab D variantıdır. Ali and Troll 2 nəfərə müraciət eləyir. Make your bed yourself. Özünüz düzəldin deyir. A variantı görürsünüz ki, əmr cümləsi deyil. B variantı əmr cümləsi deyil. Çünki əmr cümləsi olanda Ali and Troll müraciət bildirən söz olub, özündən sonra vergül olmalıdır. Burada isə düzəltmirlər deyir sadəcə olaraq. Onlar düzəltmirlər. Yəni cümlə olaraq ola bilsin ki, düzgün, amma əmr cümləsi deyil. C variantında yenə də əmr cümləsi deyil. E variantında don't və ikisi bir yerdə işlənib, ona görə yanlışdır. 18-ci testdə isə doğru cavabımız C variantı olacaq. Baxırıq birinci cümləyə. Boys, don't be shy and help themselves. Help themselves yox. Müraciət ediriksə ikinci şəxsə help yourselves olmalıydı, səhvdir. 2-də doesn't yox, don't olmalıydı əmr cümləsində. 3 doğrudur, 4 doğrudur. 5-də isə listen feilinin sonunda S olduğuna görə yanlışdır. Nida cümlələri ilə davam edəcəyik. 19-cu testdə cavabımız B variantı olacaq. Çünki nida cümlələri bilirsiniz ya how ya da what-la başlayacaq. Necə düzgün təhlil edirik? Sondan mübtədanın xəbəri ayırdıq, it is. Yerdə nə qaldı burada? Yerdə isim qaldı. İsim qalıbdırsa, qarşısında what götürməliyik. İsim olmasaydı, sadəcə sifət ya da zərf olsaydı, how götürərdik. Ona görə cavab B variantıdır. 20-ci testdə yenə eyni qaydada you gave me sondan ayırırıq mübtədanın xəbəri. Yerdə nə qaldı? Good advice. Advice isim olduğuna görə qarşısında what götürməliyik. Amma advice saymayan isimdir deyə article götürə bilməzsiniz. Ona görə cavab A variantıdır. 21-ci testdə isə
She is wearing. Sondan mübtəda xəbər ayırandan sonra yerdə dress sözü qalıb. Yəni what götürmək lazımdır. Və dress də sayıla bilən tək isimdir deyə artiklını mütləq götürürük. Doğru cavab B variantı olacaq. 22-ci testdə isə yenə it is ayrılandan sonra whatdan sonra nə lazımdır? İsim lazımdır. Əla. Bütün variantlarda isim var. İsmin article, isim sayıla bilən isimdirsə article hara keçir? Whatdan sonraya keçir. Ona görə doğru cavabımız C variantı olacaq. 23-cü testdə it is ayrılandan sonra whatdan sonra isim qalmalıdır. Test sayıla bilən tək isimdir deyə article işlənməlidir. O da D variantına uyğun gəlir. And is a test. Məsələn, what is a test olmaz. Birincisi article ismin təyininə, yəni sifətdən öncəyə keçməlidir. Deyəcəksiniz ki, C variantı niyə götürmədik? Axı, ola bilər cəm isim gəlib, article gəlməyib. Ona görə ki, burada it is verilibdir. Əgər it is yox, they are verilsəydi, onda C variantı götürərdik cavab. Və bir də ki, əvvəldə Z artiklı işlənməz, qeyri-müəyyən artikl lazımdır bizə. 24-cü testdə it is ayrılandan sonra yerdə luggage sözü qalacaq və sayılmayan isimdir. Sayılmayan isimdirsə artikldan işlənməz. Ümumiyyətlə, whatdan sonra Z artiklı burada olmayacaq. Have a luggage D variantı doğru cavabdır. A variantında yanlış odur ki, burada piece sözünə baxmalıyıq. Piece sayıla bilən isimdir də E artikl olmalıdır. Have a piece olmalıydı. Və E variantında da whatdan birbaşa sonra Z artiklı gəlibdir deyə səhvdir. Baxın müəllimlər, bunu qarışdırmırsınız. Whatdan birbaşa sonra artikl gələndə qeyri-müəyyən artikl işlənməlidir. Amma sonda ayırdığımız mübtəda xəbər, məsələn, burada it isdir. It is yox, məsələn, it yox, əvəzlik yox, başqa bir isim olsaydı, onun qarşısında artıq müəyyən artiklı yazmaq lazım idi. 25-ci testə gəldik. Cavab A variantı olacaq. You have got ayrılandan sonra whatdan sonra isim lazımdır. Və here burada saç mənasında olduğuna görə article lazım deyil. Ümumiyyətlə, whatdan birbaşa sonra Z artiklı gəlməyəcək. E artiklı da saç sözü ilə işlənməyəcək deyə A variantı doğrudur. 26-da isə it is ayrılandan sonra yerdə drink sözü qalıb, yəni isim qalıbdır. Və isim qalıbdırsa qarşısına nə götürmək lazımdır? What götürmək lazımdır, əlbəttə ki. 27-ci testdə isə B variantı doğru cavabdır. İki isim yanaşı gəlirsə ikinciyə baxmaq lazımdır. Proqram sözüdür burada əsas. Sayıla bilən isimdir, mütləq artikl götürmək lazımdır. News sözü burada noun üstəgəl noun quruluşudur. Yəni birinci isim digərinin qarşısında gəlib onun növünü bildirmək üçün istifadə olunur. Buna deyirik attributive noun. Digərinin qarşısında işlənib onu təyin eləmək üçün istifadə olunur. Əsas ismimiz burada proqramdır və o da sayıla bilən tək isimdir deyə artiklı əvvələ keçir. 28-ci testdə it is ayrılandan sonra yerdə qalıbdır nail sözü. Nail sayıla bilən isimdir. Sayıla bilən isimdirsə artiklı lazımdır. O da D variantındadır. Deyəcəksiniz ki, bəlkə cəm formada götürərdik. Onda da it is yox, they are olmalıydı. Və 29-cu testdə yenə də it is ayrılandan sonra yerdə qaldı nə? Means of transport. Means of transport. Means təki cəmi eyni olan isimdir. Burada it is verildiyinə görə mən başa düşürəm ki, təkdə işlənibdir, cəmdə deyil. O zaman nə olmalıdır? Article olmalıdır. Article da hara keçir? What'un yanına keçir. Ona görə doğru cavabımız B variantı olur burada. Məsələn, A variantında means sayıla bilən isimdə article yoxdur. C variantında this sifətdən əvvələ keçməlidir. Yəni, təyin edicilər ismin yanında işlənmiş sifətdən əvvələ keçməlidir. D variantında this means verilibdir. Birincisi, dediyim kimi, yeri düzgün deyil. İkincisi də ki, this cəmdədirsə, deməli means da cəmdədir və it is yox, they are olardı. Məsələn, D variantında burada they are olsaydı uyğun olardı. 30-cu testə gəldik. Nə edirik? Bir sonla mübtəda xəbərləri ayırırıq. Məsələn, A variantında it is ayırdıq. Yerdə nə qaldı? What table, yəni whatdan sonra isim qaldı. Əla. İsim sayıla bilən isimdə artiklı yoxdur. Deməli, A variantı səhvdir. B variantında the tennis table is mübtəda xəbəri ayırandan sonra whatdan sonra sadəcə sifət qaldı big. Deməli, bu doğru deyil. C variantında
Deməli, a big tennis table is çıxandan sonra bir dənə what qalır. Yəni burada mübtəda xəbər olmalıdır. Məsələn, what a big tennis table it is olsaydı düz olardı. D variantı doğru cavabdır. E variantında what tennis table is yenə də eyni qaydada burada mübtəda xəbər olmalıydı. Birincisi table sözünün artiklı yoxdur. İkincisi də ki sonda mübtəda xəbər yoxdur. 31-ci testdə sondan mübtəda xəbəri ayırandan sonra yerdə qaldı nə? Sub. Və sub sayıla bilməyən isimdir. Sub sayıla bilməyən isimdirsə artikl işlənməməlidir. Və cavab nə olar? Cavab C variantı olar. A-da Z artiklı var, burada lazım deyil. Hətta hələ də sifətdən sonra işlənibsə, B-də E artiklı subla işlənmir. D-də votdan birbaşa sonra Z artiklı gəlmir. E variantında da yenə eyni qaydada ismin təyininlə isim arasına artikl niyə daxil olsun ki? 32-ci testdə it is çıxandan sonra yerdə qaldı wine glass. Glass burada şüşə mənasında deyil, şərab şüşəsi, yəni şərab butulkası mənasında, butulka mənasındadır. Və butulka mənasındadırsa, deməli nə olacaq? Sayıla bilən tək isimdir. Sayıla bilən isim isə artiklda əvvələ keçməlidir. Ona görə B variantı doğru cavabdır. A-da artikl yoxdur. C variantında Z artiklı işlənibdir. Həm düzgün yerində deyil, həm də ümumiyyətlə votdan sonra Z gəlməyəcək. D variantında glass wine şüşə şərab olmaz. Bir şərab, yəni şərab şüşəsi olar. Burada yeri düzgün deyil. 33-cü testə baxırıq. Cavabımız E variantı olacaq. Niyə E variantı? Çünki mübtədanı xəbəri ayırırıq. The English language is. Ayrılandan sonra yerdə bir dənə is qaldı, yəni sifət qaldı. Və o zaman biz burada ancaq how istifadə edə bilərik. 34-cü testdə how ilə başlayıbdır. Burada da xəbər veribdir. Sonda mübtəda xəbər ayrılmalıdır. Mübtəda nədir? Your teeth. Your teeth are. Okay? Və xəbərimiz to be feil olduğuna görə bizə burada sifət lazımdır, zərf yox. Ona görə variantını çıxırıq. C variantında how healthy your teeth are. Okeydir. Your teeth are ayrılandan sonra how healthy. How'dan sonra sadəcə sifət qalar. Ona görə C variantı doğru cavabdır. E variantında how your healthy teeth olmaz. Çünki how'dan sonra bizə sifət ya da zərf lazımdır. Eləcə də B variantında how'dan birbaşa sonra artikl gəlməz. How'dan birbaşa sonra sifət ya da zərf gələr. Sonra ismin qarşısında Z artiklı gələr. Ona görə səhvdir. D variantında da how healthy tools are olmaz. Tools sayıla bilən tək isimdə artiklsız falan bu formada işlənməz. Həm də xəbər cəmdədir. Tools yox, teas olmalıydı. 35-ci testə baxırıq. Cavabımız C variantı olacaq. Is verilibdir. Okay. Oily food. How'dan sonra bir dənə sifət lazımdır mənə. Düzdür. How'dan birbaşa sonra artikl gəlməz. B ilə D variantına çıxdıq. How'dan sonra isim gəlməz. E variantına çıxdıq. How'dan sonra sifət gələcək oily. Daha sonra mübtəda xəbər gəlməlidir. The food is. Yəni burada mübtəda xəbər ayrılanda, mübtəda əgər isimdirsə, qarşısında mütləq Z artiklı işlənməlidir. How ilə işlənəndə. Ona görə A variantı yanlışdır. Sonra it is raining çıxandan sonra yerdə nə qalacaq? How'dan sonra ya sifət ya zərf. Burada sifət yaxud zərf tələb olunduğunu nəyə əsasən götürürük? Sondakı feilə əsasən. Rain feili əsas feildir və zərf tələb edir. Ona görə biz burada sifət yox, zərf götürməliyik ki, o da B variantına uyğun gəlir. 37-ci testdə isə D variantı olacaq doğru cavab. Çünki bizə mübtəda xəbər lazımdır. Road is. Və road sözünün qabağında da Z artiklı işlənməlidir. Yəni sondan the road is ayrılmalıdır. Yerdə də how'dan sonra sifət qalmalıdır. Baxın, how'dan birbaşa sonra yalnız sifət gələ bilər. Burada artikl gəlib, burada da artikl gəlib, burada da artikl gəlibdir. C variantında how slippery sifət gəlib, okey. Amma road sözündə Z artiklı yoxdur deyə yanlışdır. 38-ci testə keçdik. Looks okeydir. Xəbər. Bizə bunun yanına bir dənə mübtəda lazım olacaq. Gəlin başqa yöndən baxaq. Burada nicely yoxsa nice, yəni sifət ya da zərf olduğunu sondakı feilə görə, yəni look feilinə görə təyin edirik. Look bağlayıcı feildir, linking verbdir. Deməli, sifət tələb edir. Ona görə A variantında zərf, D variantında zərf olduğuna görə bu variantlara çıxdıq. Daha sonra how'dan birbaşa sonra sifət gəlməlidir. E variantında çıxdıq.
B və C variantında how nice, okay. This vase glass yox, glass vase olmalı idi. Şüşə qabdan söhbət gedir. Şüşə sözü qab sözünün təyinidir burada. Cavab C variantıdır. 39-cu testdə isə E variantı doğru cavabdır. Təkrar deyirəm, how-dan birbaşa sonra yalnız sifət gələ bilər. Ona görə B variantını, C variantını çıxdıq. Sonda gələn ismin artiklı lazımdır, təyin edicisi lazımdır. D-də yoxdur burada. Məsələn, the glasses case olsaydı, okey olardı. Və sonda da is verildiyinə görə, həm də ki, this üstəgəl cəm isim lazımdır bizə. Amma ismimiz case'dir, glasses case. Case təkdə olduğuna görə this işlənə bilməz A variantında. 40-cı testdə isə yenə də how-dan birbaşa sonra sifət gəlməlidir. A-nı çıxacaq, E-ni çıxacaq. Sonra brave yoxsa bravely ikisindən biri lazımdır bizə. Sondakı feilimiz linking verb deyil, əsas feildir və zərf tələb edir. Ona görə B və D variantında çıxırıq. Doğru cavabımız qalır C variantı. 41-ci testlə davam eləyəcək. How-dan sonra, test feili burada dad vermək, yəni bağlayıcı feildir və sifət tələb eləyəcək. Ona görə B variantını çıxdıq. How-dan sonra birbaşa sifət gəlməlidir. D və E variantında çıxırıq. Və sonda meal sözünün artiklı olmalıdır. Ona görə cavab D variantıdır. 42-ci testdə is looking. Yenə də yorğun görünür. Nə lazımdır bizə? Sifət lazımdır. Yəni, tired olmalıdır, okey. Amma tired sözü, yəni bir sifəti biz onun qarşısında yalnız zərflə təyin edə bilərik. B-də terrible tired, sifət üstəgəl sifət olmaz. Eləcə də C variantında. Sonra, how-dan sonra birbaşa isim gəlməz. How terribly tired your father is looking. Cavab A variantıdır. D variantı ona görə səhvdir, çünki father sözünün təyin edicisi yoxdur qarşısında. 43-cü testdə isə doğru cavab D variantı olacaq. A variantında how-dan sonra birbaşa sifət gəlməlidir. B-də də eyni qaydada, C-də də eyni qaydada. E variantında isə sondakı xəbər to be feili olduğuna görə zərf olmamalıydı. Və 44-cü testdə mübtədaları, xəbərləri ayırırıq sondan. She looked. Çıxandan sonra yerdə qalıb how-dan sonra sifət. Deməli, bu doğrudur. Çünki look burada bağlayıcı feildir, sifət alıbdır. 2-də isə how pleasantly she looked at the party. Burada bəzən müəllimlər çaşırlar, düşünürlər ki, look at baxmaqdır. Amma burada kiməsə baxdı demir. At the party. At burada party sözünə aiddir, partidə. Bu getdi. Xoş görünürdü. Look burada bağlayıcı feildir və sifət lazımdır. Ona görə 2-də zərf verildiyinə görə səhvdir. Amma 3-də look at them, onlara baxdı deyir. Necə, cür, angrily, əsəbi şəkildə baxdı. Burada doğrudur, zərf gəlibdir. 4-də isə looked around, ətrafına baxdı. Yenə də əsas feildir və burada zərf lazım idi. Bizə sifət gəlibdir, yanlışdır. Cavab 1-3 C variantı olacaq. 45-ci testdə isə doğru cavab E variantıdır. What a kind neighbor you have. A-da yanlış nədir? You have çıxandan sonra neighbor qalıbdır, amma article yoxdur. B variantında your neighbor is olmalıydı. Mübtəda sonra xəbər gəlməliydi. C variantında she is çıxandan sonra what-dan sonra isim gəlib, amma article yoxdur. D variantında she is çıxandan sonra yerdə how-dan sonra isim gəlib ki, how-dan sonra isim gəlməz. 46-cı testdə isə cavab E variantıdır. A variantında yanlış olan odur ki, it is olmalıydı burada. B variantında yanlış olan odur ki, it is çıxandan sonra, what-dan sonra swine qalıb, amma artiklı yoxdur. Deyəcəksiniz, bəlkə cəmdir, onda da burada it is yox, they olardı. C variantında the swine is çıxandan sonra, how-dan sonra zərf qalıb. Halbuki burada to be feilidir, bizə sifət lazımdır. D variantında isə the swine are çıxandan, mübtəda xəbəri isə ondan ayırandan sonra yerdə what-dan sonra sadəcə sifət gəlibdir, isim yoxdur. 47-ci testə baxırıq, doğru cavabımız D variantıdır. A variantında yanlış olan odur ki,
The mathematics olmalıydı. Bax, bəzi müəllimlər deyir ki, Z-dən, votdan sonra ümumiyyətlə Z gəlməz, amma yox. Sonda mübtada xəbərin tərkibindəki mübtada isimdirsə, o zaman qarşısında Z artiklı gəlməlidir. B variantında the mathematics are yox, is olmalıydı. How-dan sonra Z gəlməyəcək, isim gəlməlidir. How subject yenə də how-dan sonra sifət gəlməlidir. Bağışlayın, yuxarıda isim dedim, sifət gəlməlidir. D variantında what a difficult subject mathematics is. Burada mathematics is çıxandan sonra yerdə qalır, whatdan sonra isim, ismin artikeldə keçibdir əvvələ. A variantında are olduğuna görə səhv idi, çünki xəbər cəmdə verilmişdi. 48-ci testdə it is ayrılandan sonra yerdə qalır whatdan sonra house, house'un artiklı keçib əvvələ, qarşısında sifət var, sifəti də zərflə təyin eləmişik. A variantı ilə doğru cavabdır. B variantında what surprising ardıca isim gəlməli idi. Yox, what surprisingly big. Big sözünü biz zərflə təyin eləməliydik, sonra da isim olmalıydı. C variantında the house is çıxandan sonra how surprisingly big olmalıydı. How surprisingly big the house is, the article yoxdur deyə səhvdir. E variantında isə what a surprising yox, surprisingly big house it is olmalıydı. 49-cu testdə sondan mübtada xəbəri ayırırıq. He is. Yerdə qaldı what. Mən isim, sayılan isimdə artiklı yoxdur. B variantında this man is. Yerdə qaldı how-dan sonra sifət. 49-da B variantı doğru cavabdır. C-də how-dan sonra birbaşa sifət gəlməlidir. What a greedy man he is olmalıydı. Burada mübtada xəbər yoxdur sonda. E variantında isə he is ayrılandan sonra how-dan sonra isim gəlibdir, qalıbdır. Və 50-ci testə baxırıq. Cavabımız D variantı olar. They returned, how late. Late bilirsiniz, həm sifətdir, həm zərfdir. Gec qayıtdı mənasında, gec döndü mənasında doğrudur. Lately doğru deyil, çünki lately düzdür, adverbdir, amma son zamanlarda, son dövrlərdə deməkdir və bitmiş zamanla işlənir. How late did they return? Didin burada nə işi var? What late olmaz, whatdan sonra isim gəlməliydi. How-dan sonra zey gəlməz, how-dan sonra sifət ya da zərf gəlməlidir. Və 51-ci testdə də baxırıq, cavabımız B variantı olacaq. A variantı yanlışdır, çünki sound burada səslənmək bağlayıcı feildir və zərf yox, sifət almalıydı. C variantı ona görə yanlışdır ki, mübtədanın xəbəri ayırdıq. Her voice sounded. Yerdə whatdan sonra sadəcə sifət qalıbdır. D-də what a strange voice. Məsələn, it is filan verilərdi. Burada mübtəda xəbəri yoxdur sonda. E variantında isə how sounded yox. Feilin halının yanında işi yoxdur. How-dan sonra nə gələr? Sifət ya da zərf gələr. Və 52-ci testdə doğru cavabımız elə A variantıdır. You look mübtəda xəbərdir. Look bağlayıcı feildir deyə burada tayad sifət gəlibdir. Look bağlayıcı feildir. Tayadlı zərf gəlib səhvdir. You look today ayırandan sonra yerdə whatdan sonra sadəcə sifət qalıbdır. D variantında look you yox, you look olmalıydı. E variantında isə look bağlayıcı feildir və nə olmalıdır? Sifət olmalıdır. Tired, yorğun, yorucu yox, yorğun. 53-cü testdə cavab B variantı olacaq. A variantı səhvdir, çünki these are mübtəda xəbər ayrılandan sonra yerdə how-dan sonra isim gəlib gəlməz. D variantında these cattle are mübtəda xəbər ayrılandan sonra yerdə whatdan sonra sadəcə sifət qalıbdır. D variantında cattle artiklının işlənməz, cəm isimdir, toplu isimdir. E variantında how-dan sonra isim gəlməz. 54-cü testdə cavab A variantıdır. Cowardly sifətdir. Zərf deyil. Coward noundur, cowardly adjectivdir. Burada da to be feili olduğuna görə bizə adjective lazımdır. A variantı doğrudur. B-də how-dan sonra sifət gəlməlidir. Burada isim gəlibdir. Yenə
C variantında eyni qaydada, D-də eyni qaydada, E variantında he is ayrılandan sonra yerdə how-dan sonra isim qalıbdır, o da olmaz. 55-ci testə baxırıq, cavabımız elə A variantı olacaq. He is speaking, mübtəda xəbər ayırdıq, speak əsas feildir və zərflə işlənibdir. B variantında he is speaking ayrılandan sonra how-dan sonra sifət qalıb, halbuki speak feili zərf tələb edir. D variantında the man is olmalıydı. Mən sayıla bilən tək isimdə artiklı yoxdur. D variantında he is ayırandan sonra how-dan sonra burada the man qalıbdır. Halbuki how-dan sonra yalnız sifət olmalıdır. E variantında isə the man is speaking ayırandan sonra, mübtəda xəbəri ayırandan sonra what-dan sonra zərf qalıb. Əlbəttə ki, bu yanlışdır. 56-cı testdə doğru cavabımız D variantı olacaq. They are ayırandan sonra yerdə what-dan sonra cəm isim gəlibdir. A variantı yanlışdır çünki are zey verilibdir. B variantı yanlışdır çünki sondan zey arı ayırandan sonra how-dan sonra isim qalıbdır. C variantında yenə də how-dan sonra birbaşa isim gəlibdir. E variantında isə the artiklı yoxdur ismi. The antics are yerdə how valuable olsaydı doğru olardı. 57-ci testə baxırıq. Elə A variantı doğru cavab olar. Çünki how pleasant the perfume. Baxın, the perfume smells. Bu mübtəda xəbərimizdir. Zətlə başlayan burada təyin-budaq cümləsi var. Bundan işimiz yoxdur. Bizim işimiz ondan ibarətdir ki, sondan əsas mübtəda və xəbəri ayıraq. Və ayırdıq. Yerdə nə qaldı? How-dan sonra sifət qaldı. Yoxlayıram ki, smell bağlayıcı feildir, sifət alıbdır. Ona görə A variantı doğrudur. B variantında is bağlayıcı feildir, amma pleasantlı zərf gəlibdir deyə yanlışdır. C variantında what-dan sonra what pleasant smell of the perfume have olmaz. Məsələn, the smell of the perfume have mübtəda xəbər ayırardıq. Onda da yenə what-dan sonra sifət gələrdi. Yəni bu səhvdir, yanlışdır. D variantında the perfume smells, okey, bunu ayırdıq. Yerdə how-dan sonra zərf qaldı. Bizə sifət lazım idi. E variantında isə the perfume has olmalıydı. Sonda mübtəda xəbər olmalıydı. 58-ci testə baxırıq. Cavabımız E variantı olacaq. Sondan it is, yəni mübtəda xəbər ayrılandan sonra yerdə what-dan sonra serious sözü qalıbdır. Serious təki cəmi eyni olan isimdir. Burada da it is verilibdir deyə deyirəm ki, təkdədir və artiklını da keçirmişəm əvvələ. A variantı ona görə səhvdir ki, it is ayrılandan sonra serious sözünün artiklı gəlməyibdir. Deyəcəksiniz, bəlkə cəmdədir, o zaman da it is verilməzdir. B variantı ona görə yanlışdır ki, the television series heç sonda xəbər də yoxdur ki. Xəbər, mübtəda xəbər ayırsaydıq, yerdə what-dan sonra sifət qalırdı. C variantında this television series are yox, is olardı. Çünki qarşısında this gəlibsə, deməli təkdədir. D variantında the artiklı olardı. The television series are. Burada da how interesting olardı. 59-cu testdə doğru cavab E variantıdır. Your basket is mübtəda xəbər ayrılandan sonra yerdə how-dan sonra sifət qalıbdır. A-da zərfdə ona görə yanlışdır. B-də is your basket yox, your basket is olmalıydı. C variantında your basket is çıxandan sonra what-dan sonra sadəcə sifət qalıbdır. D variantında da eyni qaydadır. Məsələn, D variantında it is olsaydı sonda what I have a basket, it is olsaydı doğru olardı. 60-cı testdə ilə A variantı doğru cavabdır. How big this shopping bag is? Mübtədanın xəbəri ayırdıq. This shopping bag is. Yerdə qaldı how-dan sonra sifət. B niyə yanlışdır? What a big shopping bag it is olmalıydı. C niyə yanlışdır? What big bag of shopping. What big bag of olmaz. Əlbəttə ki, shopping bag olar. Shopping bag olar. E variantında isə the shopping bag is the artiklı yoxdur. 61-ci testdə bizdən yanlış olanı istəyir. Yanlış olan C variantındadır. Çünki feilimiz to be feilidir, xəbər, bağlayıcı feildir, amma burada angry zərf gəlibdir. Digərləri doğrudur. Sonra 62-ci testə baxırıq. Düzgünləri istəyir, D variantı olacaq. Bir doğrudur, çünki Mr. Brown is sonuna mübtəda xəbəri ayırandan sonra what-dan sonra isim gəlib, isim sayıla bilən tək isim də artiklı da yerindədir. İki səhvdir, çünki he is olardı. What a fast runner
he is olardı. 3 səhvdir, çünki Kate is çıxandan sonra how-dan sonra teacher qalıbdır. Article gəlibdir. How-dan birbaşa sonra article gəlməz. 5 yanlışdır, çünki he is çıxandan sonra yerdə how-dan sonra worker gəlibdir. Görürsünüz, how-dan birbaşa sonra article var ki, bunlar yanlışdır. 63-cü testdə doğru cavablar istənilir bizdən. Burada da cavab D variantı olar. Bir doğrudur. It is ayrılandan sonra yerdə qaldı. What'dan sonra film. Artiklı da yerində. 2 doğrudur. It is sondan ayrılandan sonra what'dan sonra meal qalıbdır. Meal da sayıla bilən tək isimdə artiklla işlənibdir. 5 də doğrudur. Çünki he drives mübtəda xəbər ayırandan sonra yerdə how quickly zərf qalıbdır. Çünki drive zərf tələb edən feildir. 3 niyə səhvdir? Çünki news'a they are deyə bilməzsiniz. News sayılmayan isimdir. 4-də isə fastlə deyə bir şey yoxdur ümumiyyətlə. Fast həm sifətdir, həm zərfdir. 64-cü testə baxsaq, doğru cavabımız D variantıdır. 3, 4 və 5. Bir niyə səhvdir? The last one was olardı, yeri dəyişikdir. 2-də to be feilidir, amma sadly zərf veribdir, ona görə səhvdir. 3, 4, 5 doğrudur. 6-da isə greeted us, bizi salamladı. Greet feili əsas feildir, zərf tələb edir. Burada isə friendly sifətdir, ona görə istifadə edilməz. Və 65-ci testə baxırıq. Doğru cavabımız C variantıdır. Bake, Marilyn baked. Bu mübtəda xəbəri ayırdıq. Yerdə qaldı. What'dan sonra cakes. Cəmisində artikla ehtiyac yoxdur. 3 də doğrudur. This actor is. Çıxandan sonra yerdə how-dan sonra sifət qalıbdır. 2 niyə səhvdir? Did'in nə işi var burada? 4-də baxacağıq. This actor is olmalıydı. 5-də isə this actor is mübtəda xəbəri ayırandan sonra yerdə what'dan sonra sadəcə sifət qalıbdır deyə yanlışdır.